birinci, səfərə çıxdıqda əmir təyin etməkdir. Yəni, səfərə çıxdıqda dəstə öz arasında bir nəfəri başçı seçir, yəni əmir seçir. Və əmir də seçilir və ona hər bir şeydə itaət olunur. Yalnız və yalnız haram olan şeylərdən başqa. Yəni, halal, haramda qula itaət yoxdur. Amma ondan başqa bütün əməllərdə, bütün sözlərdə həmin o əmrə itaət olunur. Ona görə də Allah Rasulü həmişə tövsiyəsi olardı sahabələrə, hansı ki onlar səfərə çıxardılar, tövsiyəsi olurdu ki, səfərə çıxdığınız zaman yəni bir-birinizdən ayrılmayın və içinizdən bir nəfəri özünüzə əmir və başçı seçin və ona da hamı itaət etsin. Ona görə də buyurardı ki, necə ki qoyun sürüdən ayrıldığı kimi canavar o sürüdən ayrılan qoyunu tez yəni parçalayıb yediyi kimi insan da o cəmaatdan ayrıldısa, tək qaldısa şeytan onu o cümlə yoldan tez çıxaracaq. Ona görə də 3 nəfər səfərə çıxdığınız zaman özünüzdən birini başçı təyin edin. Allah Rasulü buyurar. Və həmçində səfərdə ikən səhabələrinin tövsiyəsi olardı ki, dəstələrə bölünüb ayrı-ayrı yerlərdə, yəni dəstələr halında bölünərək ayrı-ayrı yerlərdə oturmasınlar. Yəni hamısı bir yerdə cəmaat şəklində olsunlar. Cəmaat şəklində. Və bu görürsən ki, bu sünnə bu günləri çox müsəlmanlar unudurlar. Görürsən ki, səfərə çıxanda aralarında ixtilaf düşür. Görürsən ki, arada bir vahisi olur. Biri deyir ki, filan yolla gedək, biri deyir ki, filan yerə gedək. Ona görə də əmir təyin olunur ki, hamısı da ona qulaq asır. Artıq o əmir, başçı yolu tanıyır, bilir, necə getmək, gəlmək və nə deyirsə, hamı da onu deyir. Ona görə də mübahisələrdən, ixtilaflardan da çıxmış olursan.